Düzdür? Eşidirsiniz məni? Bəli, eşidirəm. Cəmi bir dənə səhviniz çıxdı, düzdür? Bəli, bəli. Aha. İndi biz təhsilin pillələri və səviyyələrindən danışacağıq. Hə. Hı hı. Mən deyəcəyim bəzi şeyləri zəhmət olmasa qeyd edeyim bir saniyə. Aha, deməli, ümumiyyətlə təhsilin pillələri və səviyyələri nədir? Azərbaycan təhsilini bir pilləkən kimi təsəvvür etsək, yəni biz müəyyən levelləri, müəyyən səviyyələri keçməliyik ki, başqa bir səviyyəyə keçə bilək. Yəni müəyyən bir pillələri adlamalıyıq ki, başqa bir pillədə biz iştirak edə bilək. Buna da deyirlər təhsilin pillələri və səviyyələri. Təhsilin 5 Aha. pilləsi var. Məktəbə qədər, yəni bağça, ümum Hı hı. təhsil, yəni orta məktəb, peşə liseyləri, orta ixtisas, yəni kollec və ya texnikumlar, bir də ali təhsil. Ən yüksək pillə ali təhsildir. Gəlin indi Hı məktəbə qədərdən başlayaraq biz səviyyələri də öyrənək. Məktəbə qədər təhsilin iki səviyyəsi var. 0-3 yaş, 3-5 yaş. Yəni əslində bu səviyyə deyil, bir səviyyənin iki hissəsidir. Bağçaya gedən uşaqlar var, 0-3 yaş arası, bir də 3-5 yaş arası. Azərbaycanda 0-3 yaş arası bağçalar yoxdur. Demək olar ki, 2 yaş yarımdan və ya 2 yaşdan başlayır. bəli. Daha körpəni götürmürlər. Amma Hı digər dünya təhsilində var, lap körpə uşaqlar üçün kreş tipli məktəblər var. Keçirik ümumi təhsilə. Ümumi təhsildə isə bölünür 4 yerə. Məktəbə hazırlıq, hər birimizin evladımızın getdiyi 5 yaşlı deməkdir bu. Deyirik, məktəbdən qalıb 5 yaşlıya gedirlər. Bu məktəbə adaptasiya deməkdir. Sonra ibtidai təhsil birinci sinifdən 4-cü sinifə qədər, ümumi orta təhsil 5-dən 9-a qədər və tam orta təhsil 10-11. Ümumi orta hı. təhsil, yəni 9-cu sinifə qədər olan təhsilə biz icbari təhsil deyirik. İstəyirsiniz qeyd edin. 9-cu sinifə qədər olan təhsil, danışa bilmirəm. 9-cu sinifə Hı qədər hı. olan təhsil icbari təhsil adlanır. Yəni deyərsiniz ki, müəllimə, icbari təhsil nədir? İcbari təhsil odur ki, hər bir Azərbaycan vətəndaşı öz övladını 9 illik oxutmağa məcburdur. Aha. Yəni oradan o tərəfəsi yoxdur. Məcburdur ki, uşağını heç olmasa 9 il orta məktəbdə oxutsun. Aydındır? Bəli. Sonra peşə məktəbləri gəlir. İlk peşə, texniki peşə və yüksək peşə. İlk peşə və texniki peşə 9-cu sinifdən o 11-ci sinifə kimi olan uşaqlar gedir 9-dan peşə məktəblərinə. Hı İlk peşə və texniki peşəni öyrənirlər. Yüksək peşə liseyləri isə texnikum səviyyəsində, kollec səviyyəsində diplom verir. Yəni bakalavr diplomu səviyyəsində diplom verir. hı. Orta ixtisas təhsil müəssisələri, məsələn, Bakıda 2 saylı tibb kolleci var. Yəni tibb bacıların orada məzun olurlar. Sonra Hı hı. turizm kolleci var. Ondan sonra bir sıra bəzi başqa, məsələn, incəsənət texnikumu kolleci var. Onlar orta ixtisas müəssisələri hesab olunur. Ali təhsil isə bizim bildiyimiz universitetlər və akademiyalardır. Onlar bakalavr, magistr və doktorantur olmaqla 3 səviyyəyə bölünür. Həkimlərin magistrına rezidentura, hərbiçilərin doktoranturasına isə adjunktura deyilir. Aydındır? Hı hı. Hı. Problem olmadı buradan. Xeyr, xeyr. Daha sonra biz yanğın və yanğın təhlükəsizliyi haqqında öyrənəcəyik. Bir dəqiqə bunu. Yanğın və yanğın təhlükəsizliyi. Yanğın orta məktəbdə və istənilən müəssisədə baş verə biləcək insan xarakterli, biz buna deyirik texnogen hadisələrdə, yəni insandan asılı olaraq baş verən hadisələr. İlk öncə biz yada gəlir ilk dəfə laborantlıq dərsini keçəndə informatika laboratoriyasını demişdik 2 dənə qapısı olmalıdır. Yada gəlir bu. Bəli, bəli, bəli. Nəyə görə demişdik 2 dənə qapısı olmalıdır? Ona görə ki, yanğın halı baş Çünki verərsə, bir qapı birbaşa birinci əslində Zəhra xanım, bütün məktəblərdə bu ödənmir. Əslində informatika laboratoriyası birinci mərtəbədə olmalıdır. Bütün məktəblər, mən məsələn, mənim işlədiyim məktəbdə ikinci və üçüncü mərtəbədədir.
Niyə görə birinci mərtəbədə olmalıdır? Yanğın halı baş verərsə, uşaq qaçıb birbaşa çölə çıxa bilsin. Üçüncü mərtəbə yanğın ola bilər, ani qıvılcım alışma, tüstülənmə olar. Yazıq uşaq 3-dən 1-ə düşənə qədər boğula bilər tüstüdən iraq olsun. Yəni əslində Bəli. bütün laboratoriyalar 2-3-də olsa da, informatika laboratoriyası kabellərdən, monitorlardan, kompüter, yəni isinib qızışıb yarada biləcək qurğulardan ibarət olduğu üçün birinci mərtəbədə olmalıdır. Aha. İndi mənə bir dənə bunu qeyd eləyin, yazın. Yanğın zamanı laborantın və müəllimin birinci vəzifəsi şagirdləri təxliyə etməkdir. Bunu yazın. Yanğın zamanı müəllimlərin və laborantların birinci vəzifəsi şagirdləri təxliyə etməkdir. Aha. Yazırsan, əgər laboratoriya otağında tüstülənmə və qığılcımlanma baş verərsə, işıq qutusundan, biz buna deyirdik, yadınıza gəlir, evdə şeylər olurdu, işığın aparatları olurdu, çak söndürürdük, evin bütün işığı sönürdü. O. İşıq qutusu var ya evlərdə. Ona vaxtı nə Bəli. deyirdilər? Oradan söndürürsən, belə işığı sönür. Yazırsan, işıq qutusundan elektrik axımı dayandırılmalıdır. Yəni bu müəllimdən laborant tərəfindən, tək laborantın işi deyil ha bu. Yəni işıq yanğın var, müəllim müqəddəs anadır, ancaq laborant eləməlidir. Belə bir şey yoxdur. Hər ikisi. Aha. Aha. Daha sonra yazırsınız. Daha sonra yazırsınız. Əgər tüstülənmə və əgər qığılcımlar alova çevrilibsə, ona əllə müdaxilə yol verilməzdir. Aha. Başa düşdün də nə demək? Əgər qığılcımlanma, iyi varsa, xırda tüstülənmə varsa, sən o işıq qutusuna söndürə bilərsən. Amma artıq qığılcımlar partlayışmır, çat səslər çıxardırsa və alova çevrilibsə, sadəcə təxliyə olunmalıdır. Aydındır? Birincisi, ilk öncə yanğın baş verən kimi 101 və 102-yə zəng eləməlidir. 101 və 102. Dəqiq ünvan bildirilməlidir və yaxınlıqdakı hər kəsə xəbər verilməlidir. Bu nə deməkdir? Yayda yox. Keçən ilin hardasa mart-aprel ayları idi. Bizim məktəbin həyətindəki bağçada yanğın baş verdi. Tüstünü bağçadaşlar görmədi. Çünki binaların arxa hissəsi idi tüstülənən öz binalarının. Biz onu gördük. Biz 101-i yığdıq və ya 112-ni yığdıq. Eyni zamanda 102-ni yığdıq. Qaçdıq bağçaya, uşaqları xilas etməyə kömək elədik. Biz qapısını döyəndə bağça bildi ki, öz binası yanır. Yəni sırazı yanğın görülən kimi hamı xəbərdarlıq edilməlidir. İstər ora yanğın keçsin, keçməsin. Yanğının növləri. Yanğının növləri aşağıdakılardır, görürsən. Açıq alov və qığılcımlarla, ətraf mühitin yüksək temperaturu ilə, yəni yanğın zamanı hansı təhlükələr yaranır? Birinci, açıq alov və qığılcımlar yaranır. Yüksək temperatur yaranır, zəhərli tüstü yaranır, oksigen çatışmazlığı və binadan qırılıb düşən parçalar yaranır. Yəni yanğın zamanı boğulmanın əsas səbəbi oksigen çatışmazlığıdır. Yanğın zamanı giriş qapıları yanırsa nə edilməlidir? Deyəm bir dəqiqə. Yanğın zamanı giriş qapıları yanırsa nə etməliyik? Ümumiyyətcə, bütün məktəblərin, ümumiyyətcə bizim binalarda belə olmalıdır yanğın çıxışları, amma bilirsiniz ki, binalarda yanğın çıxışı yoxdur. Yanğın çıxışı nədir? Binanın arxa fasadında, yəni divarında, arxa divarında açıq şəkildə dəmir pilləkənlərdən ibarət, tam məsəl üçün 15 mərtəbə binası 15-ci mərtəbədən 1-ci mərtəbəyə qədər düşə biləcək nərdivanlar olmalıdır. Xarici ölkələrdə bu mütləq var, amma Azərbaycanda bu yoxdur.
Daha sonra, əgər biz otaqdayıq və yanğın baş veribsə və çıxa bilmiriksə hal-hazırda, o zaman nə etməliyik? Yanımızda hər hansı bir parça, köynək, dəsmal, qalın bir ədyal varsa, onu isladıb, islah şəkildə parçanı qapının altına, yəni sulu şəkildə qapının altına düzməliyik. Çünki o zaman qapının altından tüstü evin içərisinə dola bilmir. Hı hı. Yerimizi bildirmək üçün təcil yardımı yığmalıyıq. E, Əgər biz qarşısını ala bilmiriksə tüstünün gəlməyini və bizim balkonumuz varsa, ən azı balkona çıxmalıyıq. Mətbəxdə yanğınlar. Mətbəxdə yanğınlar nə zaman ola bilər? Mətbəxdə yanğınlar hər zaman baş verə bilər. Bu bizim yemək bişirdiyimiz zaman ola bilər. Ondan sonra hər hansı bir yeməyin qığcamlanması, ocağın partlaması, elektrik naqillərinin partlaması və ya ən əsas da qaz balonları olurdu o vaxtı. İndi daha bəzi Bəli. yerlərdə, bəzi məsələlərdə qaz balonlarından istifadə var. Bu zaman istifadə zamanı yağlı ocaqlar, nə hər şey yana bilər də, ya partlayış ola bilər. Burada 200 dənə əsas nüans var. Yazırsınız. Əgər yağ yanğını baş verərsə, ona su ilə müdaxilə etmək olmaz. Özünüz adi kartof qızardanda əlimizdən bir damcı yağın üstünə su düşür deyə yadca gəlir. Partlayır, düşür adamın üstünə su. Az qala adamı yandırır, tökür. Özünüz görmüsünüz də kartof qızardanda tavaya düşən su nə edir? Adamın qolunu yandırır, tökür. Adamın əlinə qaydır, düşür. Yəni əgər yağ yanğını varsa, ona su ilə müdaxilə etmək olmaz. Hı hı. Yağlı yanan səthi, yanğın söndürən gələnə qədər və ya kiçik bir səthdirsə, balaca bir yerdirsə, soda ilə söndürmək olar. Və ya kimyəvi tərkibində soda olan yanğın söndürən balonlarla. Aha. Daha sonra balkon yanğınları. Balkon yanğınları, balkon yanarsa, yəni istər binada, istər bir şey, o böyük bir problem deyil. Balkon yanarsa biz qapıdan çıxıb qaça bilərik. Balkon yanğınları zamanı balkonun bitişik olduğu qonşulara xəbər etməliyik. Ondan sonra binanın daxili çıxışlarından çıxmalıyıq. Burada həyət evinin təxliyə planı var. Əsas ümumiyyətlə məktəblərdə də var. Bu həyət evlərində yoxdur, amma əslində olmalı duman siqnalları. Duman siqnalları məktəblərdə quraşdırılır. Nə deməkdir? Xırda adi tüstü yanır məktəbin içində. Kimya otağında və ya koridorda kimsə bir kağız yandırsa, bütün məktəbi siqnalizasiya basır. Elə bir tüstüyə, yanğına duyarlı qurğular var. Tüstü sıxlığı biraz artanda, duman iyi gələndə o aparatlar işə düşür və siqnalizasiya çalır. Binanın təxliyə Hı. planı nədir? Hər bir məktəbin təxliyə planı olmalıdır. Təxliyə planı bütün mərtəbələrdə yerləşdirilir. Təxliyə planlarının üzərində giriş qapıları, çıxış qapıları, yanğın söndürən balonların yeri, yanğın zamanı hardan çıxış etmək lazımdır, onlar qeyd olunur. Liftdə yanğın olarsa nə etməli? Məktəbdə əsasən yoxdur, amma universitetlərdə lift var. Yaşayış binalarında lift var. Yanğın zamanı liftə minmək qəti qadağandır. Çünki yanğın sıçraya bilər liftdə, lift kabeli qopa bilər və ya istilik, temperatur qalxdıqca lift müəyyən mərtəbədə atqaz eləyə bilər. Qala bilərsə liftin içində. Adam diri-diri yanar. Və ya lift qopar düşər, yüksək səviyyədən tələfat baş verə bilər. Yəni yanğın zamanı liftdən istifadə mümkün deyil. Sonra burada yanğın söndürmə vasitələri var. Ən universal yanğın söndürmə vasitəsi sudur. Amma su sadəcə iki yanğında istifadə olunmur. Deyim də, elektrik yanğınları, bir də yağ yanğınları. Bunlarda sudan istifadə etmək qəti qadağandır. Elektrikin üstünə su atsaq bizi tok vurar. Yağın üstünə su atsaq su bizim üstümüzə qayıdıb sıçrayır. Qum və torpaq. Qum, torpaq, kerosin, benzin kimi partlayıcı və yanıcı maddələrin söndürülməsində istifadə olunur. Adicə, bax balaca bir alovun üzərinə 1-2 qram benzin töksə partlayışla yanan maddədir. Kerosin də partlayışla yanan maddədir. Bir də ki, yağ yanğınları baş verərsə, onu da qumla söndürmək ola bilər. Bir də xüsusi köpüklər və tozlar var. Xüsusi köpüklər və tozlar balonlar var, qırmızı balonlar içərisində olur. Onların daxilində elə kimyəvi maddələr var ki, onlar yanğının birbaşa qarşısını alırlar. Alternativ yanğın söndürmə vasitələri keçə, qalın palto, yun yorğan, o hər yanğını söndürmür ha. O durum elektrik naqilindən çıxan yorğanın üstünə qalın palto atım, keçə atım yox. Spirt yanğınları, kiçik yanğınlar, ondan sonra ya otaqda nə bilim kağız yana bilər, bir pərdə alışa bilər, bir balaca nəsə alışa bilər, onu söndürməkdə istifadə edə bilərik. Və ya laboratoriya dərslərində spirt lampası dağılıb və ya yanarsa, onun üzərinə biz ıslaq dəsmal, ıslaq palto, ıslaq köynək atsaq, o avtomatik sönəcək. Amma daha böyük yanğınlarda onları istifadə etmək düzgün deyil.
E, Yanğın zamanı ilk eləcəyiniz şagirdləri təxliyə planı olsa da, yanğın halı baş verərkən şagirdlərin necə davranmalı olduğunu göstərmək üçün biz müəyyən yanğın zamanı təxliyə planından istifadə etməliyik. Yəni, şagirdlər siniflərdə yanğın olsa necə düzülməlidirlər, hansı ardıcıllıqla çıxmalıdır, panika və ya hərcmərclik ölüm hallarına. Əslində, bəlkə də o yanğında ölüm halı olmayacaq, amma şagirdlər bir-birini itələyərsə, yıxarsa, gözləməzsə, bu zaman onlar bir-birini tələf eləyə bilər, onların arasında ölüm halı baş verə bilər. Başa düşdün Zəhra? Bəli. Dərsimiz bu qədərdir. Dərsimiz çox çətin deyil. Aha.